Hər kəsə salam. Başlayaq sualların izahına. 5 sualdan ibarət olan növbəti sınaq izahıdır. Hansı sözlər həm kök, leksik, qrammatik yazaq, həm kök, leksik, qrammatik, həm də kök, qrammatik sxeminə uyğun təhlil oluna bilər? Aha, cavabımız olacaq burada 3, 6, bir də 7. Görək niyə? Bir var xət mənasında. Sənin xəttin, sənin yazın. Bir də var deyirəm ki, yazın gəlişi. Yəni düzdür, bu yazın sözünün bir neçə mənası daha var. Məsələn, belə deyək də, sənin, məsələn, siz yazın nəyisə. Olsun, fərq etməz. Nə olur olsun, bu iki təhlildən başqa bir mənası yoxdur. O səbəbdən də elə biz ümumiləşdirək ki, nə qədər mənası olsa da, məhz iki təhlilə uyğun gəlir. Məsələn, ölçün sözü. Ölç, ölçü, bir də var ölçün, sənin ölçün. Bir də var siz nəyisə ölçün. Bu formada olanda da deyilən şərtlər ödənir. Və nəhayət, çəkin sözü. Siz şəkil çəkin. Bir də var deyirəm ki, sənin çəkin artıb. Bu formada olacaq. Cavabımız oldu 3, 6 və 7. Yəni C variantı. Məsələn, biçin sözü, burada 3 ədəd şəkilçi, belə deyək, 2 ədəd şəkilçi yoxdur. Ən azı biz leksik, qrammatik sxemin götürməliyiksə, orada o formada olmalıdır ki, bir leksik olsun, bir qrammatik. Biçin sözü ya kök və qrammatikdir, ya da kök və leksikdir. Məsələn, səpin sözü ya kök qrammatikdir, ya da kök leksikdir. Sərin desəm kök qrammatik, sərin desəm kök. Sazın desəm, onun bir təhlili var. O da kök və qrammatik. Seçim desəm, o da ya kök leksikdir, ya da kök qrammatik. Amma biz iki cür təhlil axtarmırıq. Biz dəqiqliklə təhlilləri vermişik ki, bunlar axtarılır. Cavab C variantı. Hansı sözlər kök, 2 leksik, 2 qrammatik sxemindən ibarətdir? Deməli, kök, 2 leksik, 2 qrammatik. İstə sözün kökü istək, istəkli, lər, imiz. Biri götürürəm. Daha sonra ləng, ləngimək, ləngitmək, ləngitmiş, ləngitmişdir. 5-i götürürəm. Bir də 4-ü götürürəm. Sön, sönük, sönükləşmək, sönükləmək sözü yoxdur. Sönükləşmək, bunlar da qrammatik. Bəli, baxaq. Məsələn, baramaçılardan bir leksik var, olmaz. Oyunçuların bir leksik var, olmaz. Birinciliyin bir qrammatik var, olmaz. Könlümdəkilər bir leksik var, olmaz. Biz 2 leksik, 2 qrammatik axtarırıq. Cavabımız o səbəbdən 1, 4 və 5 olacaq. Verilmiş sözlərdən biri həm kök, leksik, leksik, qrammatik, həm də kök, 2 leksik, 2 qrammatik sxemin verir. Cavabımız B variantıdır. Bu söz ümumilikdə 2 məna verir. Bir mənasında mənsubiyyəti düşünəcəksiniz. Bir mənasında isə mənsubiyyət olmayacaq. Birbaşa təsirli olacaq. Gəl baxaq. Deyirəm ki, döşəkçə, döşəkçənin, döşəkçəyə, döşəkçəni. O zaman heç mənsubiyyət işlətmədim. Birbaşa dedim ki, təsirli var orada. Döşə sözün kökü ç leksik, ç leksik, ni təsirli. Ni orada bitişdirici funksiyasındadır. Bir də var deyirəm ki, sənin döşəkçən daha sonra təsirli artırıram. Sualı belə verirəm. Sənin döşəkçən, orada mənsubiyyət varmı deyəsən, hə. İndi deyirəm ki, həmin mənsubiyyət şəkilçili sözə bir də təsirli artır. Deyəsən ki, döşə, döşək, döşəkçə, döşəkçən, bir də döşəkçəni. Yəni, süpürgəni tipi də bura aiddir. Həm orada mənsubiyyətsiz birbaşa təsirli artıra bilərsən. O zaman n bitişdirici funksiyasını ödəyir. Bir də var ki, həm mənsubiyyət qoy, həm də təsirli. O zaman n mənsubiyyət i isə təsirlidir. Cavabımız B variantı.
Gələk o birisinə. Tapşırıqların sözünün tərkibinə görə düzgün sxemi. Tap yox, tapşır, tapşırıqların. Belədir. Yəni kök, bir leksik, 2 qrammatik. Bəziləri sözün kökünü tap götürür. Biz tapşırıqda hər zaman nəyisə tapmaca kimi tapmaq məcburiyyətində deyilik də. O səbəbdən cavabımız olacaq A variantı. Məsələn, tapşırıq verirəm ki, dərslərini yaxşı oxu. Day, burada sən nəyisə tapmırsan ki. Tapşırıq verirəm ki, sözümə qulaq as. Tapşırıq verirəm ki, 5 dəqiqəyə yat. O zaman sən nəyisə tapmırsan. O səbəbdən ancaq tapşırıqlarda fikriniz dərsliklərə getməsin. Cavabımız oldu A variantı. Yazılmamışsınız sözünün başlanğıc formasına görə, başlanğıcına görə, demirəm hamısını götür, təhlil et. Deyirəm ki, başlanğıca qədər, başlanğıc formasının tərkibində nə var? Kök və bir leksik var. Bəziləri deyir ki, yaz sözün kökü ı leksik, l leksik. Olmaz, yadda saxla. Il, il, ul, ül. Araya maqməc qoya bilmirsənsə ayrılmır. Yazmaq olmaz. Düzdür, yazmaq olmaz. Deməli, il, il, ul, ül parçalanmadan birbaşa şəkilçidir. Bu qayda araya maq qoyub yoxlamaq qaydası lan, lən, laş, ləş, it, it, ut, üt, iş, iş, uş, üş, ıntı, inti, üntü, üntü bunlara da aiddir ki, onları 2 leksik də götürə bilərsən, 1 leksik də götürə bilərsən. 2 leksik götürmək üçün gərək araya maqməc qoyasan, o zaman alınır, yoxsa alınmaz. Belə əziz müdavimlər, ümid edirəm ki, bu qısa konkret suallar sizlərə yararlı, faydalı olur. Əgər yararlıdırsa, faydalıdırsa, bəyənməyi, paylaşmağı və rəy bölməsində öz dəyərli fikirlərinizi bölüşməyi unutmayın.